İsmail! Salam, İsmail! Utanma! Utanma İsmail! Bu da benim Deccal oğlum. Necədir, xoşuna gəlirmi? Yaxşı oğlandır. Gel tanış olaq. Salam! Salam. Tanış olun. Salam. Bu bizim kendi yeni həkimi Dilara xanımdır. Dilara xanım, xoş gəlmisən. Sağ Bəs ol. niyə belə xəbərsiz? Heç olmasa telegram vuraydın, ev tədarikində olaydıq. Sağ ol, senden çok razıyım Hüseyin dayı. Qaydikeş Kalko sədr olduğunu da bilir. Ancaq Dilara xanım... Dayan. Deməli, Dilara xanım... Bəli, elədir ki var. Hə, lap yaxşı iş görmüsən. Bizi təbrik edirəm, ürəkdən təbrik edirəm. Sağ olun. Deməli, sən bizə həkim İsmailə ana gətirmisən. İsmail, hara gedir? İsmail! İsmail, dayan bir yerde gidin. İsmail! Gör ne decəlləşib. Lap özünü oxşayıb da, uşaqlıqda öz ondan da dəcəlidir. Xudahafiz. Hoş geldin. Hə, gedək. Gərək bağışlayasan Dilara xanım da, el adəti ilə səni evinə apara bilməyəcəyik. Bax, bu gördüyün sıldırım qaya bizim yol məsələmizi yamanca çətinləşdirib. Fikir eləmə Hüseyin dayı. Yayın axırına kimi bu qayalığın izi tozu da qalmayacaq. Avazın yaxşı gəlir, ay oğul. Amma oxuduğun Quran olsa. Laf ciddi sözümdür Hüseyin dayı. Bizim bu dağları gəlib gəzən alimlər yadındadırmı? Əlbəttə yadımdadır, onlara az kömək eləməmişik. Bax, həmin alimlər bizim bu dağlarda zəngin yataqlar tapıblar. Hükümətin qərarı ilə burada böyük işlər görünməlidir. Bunlara sözüm yoxdur, yaxşı fikirdir. Ancaq məsələ burasındadır ki, o maşınlar bizim bu dağlara necə çıxacaq? Elə ona görə də biz əvvəlcə yol çəkəcəyik. Layihədə yol düz bizim kəndin içindən keçir. Lap kəndin ortasından keçəcək. Bəli, maşını lap idarənin qabağına süre biləcəksən. Yox, aşı. Arif qardaş, deyəsən bu yolu elə sən özün Ha, çəkəcəksən. deyəsən elədir. Ana, bir bax! Bu da mənim doğma kəndim. Xoşuna gəlirmi? Gözəl kənddir. Bilirdim ki, xoşuna gələcək. Bax, o görünən ev bizimdir.